öz başınalıq eləyirsən hə bu evdə? Hı? Ölmüşəm mi? Nədir belə böyüyübsən? Daha ata-ana saymırsan? Nə tökü düşmüsünüz üstümə? Mən nə eləmişəm ki? Hə, canına zar eləyirsən. Şəmsinin vəkili çıxırsan, ha? O hansı dərənin tülküsüdür ki, bizim evdə onun söhbəti gedir. Nə tərəf saxlayırsan? Kimin tərəfini saxlayırsan? Görürəm, çox əsəbiləşmirsən. Bəlkə vurub mənim də başımı yarasan. Hə, başını da yararam, gözünü də çıxardaram. Sən mənim oğlumsan, Şəmsinin yox. Sənin oğlunam deyə sözün düzünü deməməliyəm. Söz güləşdirirsən, hə, qoduq. Yaxşı Adəm, sakit ol. Şəmsi ilə görüşüb, nə deyib onu arxayın salıbsan ki? Gəlib bugün ofisdə mənim üzümə qayıtdı. Düz eləyirsən, ata. Hə, düz eləyirəm, səhv eləyirəm. Nə məhkəmə qurursan burada? İtin qurdun ayağına verirsən bizi. İt qurd uçsa qızını niyə verirdin? Adəm, qurban olum sana Adəm. Sakit ol, uşaq deyil. Gəlin də bunu başlasın. Səhv eləmişik də. Əcila, sən səhv eləmirsən. Ha? Bunu sənə demişəm axı. Demişəm. Biz adam deyilik, səhv eləyə bilmərik. Nə baş qaxınca eləyirsən? Siz elədiyiniz səhv deyil. Də nədir? Səhv bir dəfə olur. Siz toxtamırsınız axı, səhvin dalınla eləyirsiniz. Hə, neynirik ki? Ağsaqqal kişisən. Utanmırsan sən ona deyirsən ki, mən heç kimi tanımıram. Əslindən, nəslindən üz döndərirsən. Haqq eləyirəm. Haqq eləyirsən. Dedim sən ona. Hamısını dedim. Əməlim haqdırsa, niyə quruyub qaldın? Səbəbi nədir ki, qardaşından imtina edirsən? Doğrudan dedin, yoxsa hirslənib acığa deyirsən? Sənə də aiddir bu söz. Atamla əlbir olub nə hoqqa tıxardırsınız, hə? İkinizə də sual verirəm. Mən sənin qabağında niyə qızarmalıyam? Niyə sizin yalanınıza şərik olmalıyam? Belə sualın var idi, sən əvvəldən soruşardın da. Gedib hər şeyi alt üst eləyəndən sonra indi bu söhbətin nə mənası var ki? Niyə dedin ki, ay əcla, sən ki bizlə işləmirsən axı? Niyə dedin? Qarnına nə ağrı düşdü ki, gedib dedin onu? Sən sananı haqda gördün, hə? Umay zəng eləmişdi mənə. Yanıma gəlirdi. Yazığı maşın vurdu. Humayı? Səndən mən xəstəxanaya çağırdı. Məcbur oldum dedim. Yoxsa adını nə qoyardım? Cəmatın arvadı mənim yanıma niyə gələ bilərdi ki? Ayağı qırıldı, sənin yanına niyə gəlirdi ki? Onun səninlə nə söhbəti? Əmim qızıdır da ana. Əmi qızı kimi gəlirdi. Gəlirmiş ki, desin ki, Laçın, get atana denən belə yaşamaq olmaz, ayıbdır. Deyirsən maşın vurub. Bunları harda dedi ki sənə? Xəstəxanada dedi. Ortağın soruşanda ki, mənim arvadım sənin yanına nəyə gəlirmiş? Sən denən ata, nə deyərdim? Sənan nə dedi? Sabah gəlib özündən soruşarsın. Ölüb Humayı? Yox, ay anasının istəkli oğlu. Hə, ata, İşad xəbərdə sənə deyim. Həmid əmi çıxdı həbsxanadan. Sən hardan bilirsən? Xəstəxanaya gəlmişdi.